Çoxunuz one sözünü sadəcə bir mənasında istifadə edirsiniz. Amma bu sözün başqa mənaları da var. Bildiyiniz sözlərin bilmədiyiniz mənaları üçüncü hissə. Birinci, hamının bildiyi bir mənasında. I have one sister. Mənim bir bacım var. İkinci, biri, bir nəfər mənasında. One of my friends lives in London. Dostlarımdan biri Londonda yaşayır. Üçüncü, one bir sözü yenidən təkrar etməmək üçün onun yerində istifadə oluna bilir. Məsələn, this shirt is too small. Can I try a bigger one? Bu köynək çox balacadır. Daha böyüyünü geyinib yoxlaya bilərəmmi? Gördüyünüz kimi bu cümlədə one sözü köynək sözünün əvəzinə istifadə olundu. Başqa bir nümunəyə baxaq. I don't like this phone. I'll buy a different one. Mən bu telefonu bəyənmirəm. Başqa birini alacağam. Bu cümlədə də one telefon sözünün əvəzinə istifadə olundu. Dördüncü, the one, həmin, o mənasında istifadə olunur. Məsələn, she is the one I told you about. O, sənə haqqında danışdığım həmin şəxsdir. One sözünün bu mənalarından hansını indi öyrəndin? Rəylərdə mütləq yaz.